Prezidentin 8 fevral 2019-cu il tarixli fərmanı ilə yaradılan Sosial Tədqiqatlar Mərkəzi fəaliyyətə başlamasının 7-ci il dönümünü qeyd edir. Sosial Tədqiqatlar Mərkəzi sosial elmlər üzrə multidisiplinar tədqiqatlar sahəsində aparıcı beyin mərkəzlərindən biri kimi 7 illik fəaliyyəti dövründə ictimai rəy sorğuları, analitik hesabatlar, siyasət sənədləri, mövqe və arayış materiallarının hazırlanmasını təşkil edib. Dövlət orqanları, aidiyyatı qurumlar və ictimaiyyət üçün davamlı məlumat mənbəyi formalaşdırıb. Bu müddət ərzində Sosial Tədqiqatlar Mərkəzi dövlət və cəmiyyət arasında etimadın möhkəmləndirilməsi, dövlət idarəçiliyinə ictimai iştirakçılığın artırılması və sosial proseslərin aktual istiqamətlərinin öyrənilməsi baxımından mühüm rol oynayıb. Biz bu illər ərzində 130 mindən artıq respondentin, Azərbaycan vətəndaşının müxtəlif sahələr üzrə mövqelərini ala bilmişik. Onlar çox əlverişli bir məlumat bazasıdır. Hər hansı bir sahədə təhsil məsələləri, təhsilin dili, regional proseslər, Azərbaycanın xarici təzyiqlər, Azərbaycanın dostları, Azərbaycanın müttəfiqləri, Azərbaycana qarşı təzyiq siyasət aparan dövlətlərin mövqeləri, bunların cəmiyyət tərəfindən necə dəyərləndirilməsi çox önəmlidir. Yüzlərlə təqdimat mərasimlərimiz, konferanslarımız, seminarlarımız, görüşlərimiz olubdur. Bu, beynəlxalq məkanda hər bir beyin mərkəzinin siyasi üstün fəaliyyətinin qiymətləndirməsində çox önəmli bir parametrdir. Sizə deyə bilərəm ki, qarşıdakı dövr üçündə bizim gündəliyimizdə çox vacib mövzular müəyyənləşibdir. Xüsusilə sülhlə bağlı regionda açılım, Birləşmiş Ştatların TRIP layihəsi və onun yaratdığı təsirlər, İran ətrafındakı gərginlik və onun regional təhlükəsizliyə yaratdığı çağırışlar, o cümlədən Vətən müharibəsində qələbədən sonra əhalinin gözləntiləri, idarəetmə islahatları və s. Bütün bu məsələlər 26-cı ildə də bizim hədəfimiz olaraq qarşımızda dayanır. Sosial Tədqiqatlar Mərkəzi beynəlxalq beyin mərkəzlərinin elmi ənənələrinə və qabaqcıl tədqiqat praktikalarına əsaslanaraq dövlət hakimiyyəti institutlarına, xüsusilə də Prezident İnstitutuna münasibətdə ictimai rəyin sistemli və davamlı şəkildə öyrənilməsini həyata keçirir. Beynəlxalq əməkdaşlığımız da dərinləşməkdə davam edir. Biz həmçinin kommunikasiya və ictimaiyyətlə əlaqələr sahəsində də prioritet məsələlər ətrafında 7 il ərzində kifayət qədər ciddi işlər həyata keçirmişik. Bugün Sosial Tədqiqatlar Mərkəzinin rəsmi saytı daim yenilənir. Orada təkcə mərkəzin həyata keçirdiyi hesabatlar və sorğuların nəticələri deyil. Eyni zamanda müxtəlif tədqiqat xarakterli yazılar, analitik məhsullar da daim dərc olunur və bundan əlavə beyin mərkəzlərinin ortaq platforması olan Think platforması ilə də Sosial Tədqiqatlar Mərkəzi aktiv şəkildə əməkdaşlıq edir. Sosial Tədqiqatlar Mərkəzi dövlət proqramlarının icrasında da fəal iştirak edib. Xüsusilə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı çərçivəsində əsas icraçı qurumlardan biri olub. Bundan başqa 2025-ci ilin Konstitusiya və suverenlik ili elan edilməsi ilə bağlı tədbirlərdə də əsas icraçılar sırasında yer alıb. Elmi fəaliyyət çərçivəsində Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 160-dan çox analitik hesabat, 900-dən artıq təhlil və arayış sənədi, 14 kitab layihəsi hazırlanıb. Yerli və xarici jurnallarda 200-dən çox elmi məqalə dərc olunub. Dövlətin təhsil siyasətindən tutmuş sosial siyasəti və burada eyni zamanda bizim zəfər kontekstində həyata keçirən dövlət siyasətinə də biz dəstək olmuş və bu sahədə analitik tədqiqatlar aparmışdıq. Çox şadıq ki, ictimai rəyin öyrənilməsi, sosial dinamikanın ölçülməsi istiqamətində həm də bir önəmli beyin mərkəzi statusunda fəaliyyət göstəririk. Bu bizim üçün də, analitiklər üçün də xüsusi etimaddır və məsuliyyətimizi günbəgün artırır. 7 illiyini qeyd edən Sosial Tədqiqatlar Mərkəzinin strateji baxışı onu milli kontekstdə aparıcı, regional və beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi mövqələndirməyə yönəlmişdi. Mərkəzin növbəti inkişaf mərhələsi üçün strateji hədəfləri tədqiqat keyfiyyətinin artırılması, institusional dayanıqlılığın möhkəmləndirilməsi və analitik təsirin genişləndirilməsi prinsiplərinə əsaslanır. Bu çərçivədə əsas istiqamətlər tətbiqi və müqayisəli tədqiqatların dərinləşdirilməsi, siyasət yönümlü analitik məhsulların sistemli hazırlanması və dövlət qərar qəbul etmə prosesləri ilə davamlı intellektual əlaqələrin qurulmasıdır.